Hamıya salam. Bu gün sizə çoxlarını elektrikli maşınlar dövrünü başladan şirkət kimi tanıdığı, amma əslində çox fərqli tarixçəsi olan Tesla haqqında danışacağam. Kimdir bu Tesla? Necə yarandı və niyə bütün avtomobil sənayesini silkələyib? Gəlin başlayaq. Tesla'nın adı haradan gəlir? Tesla'nın adı bir nəfərdən gəlir. Nikola Tesla. Elektrik mühəndisi, dahidir. Amma şirkətin onunla heç bir əlaqəsi yoxdur. Sadəcə adını götürüblər ki, elektrik inqilabı mesajı versinlər. Bunu çox adam bilmir. Tesla'nı Elon Musk yaratmayıb. 2003-cü ildə iki mühəndis Martin Eberhard və Mark Tarpenning elektrik spor maşını düzəltmək istəyirdilər. Adı da Tesla Motors oldu. Elon sonradan investisiya qoyub ən böyük şərik oldu və yavaş-yavaş şirkətin liderini ələ aldı. 2008-ci ildə Tesla ilk maşınını çıxardı, Roadster. Əslində Lotus şəssisinin üzərində qurulmuş elektrikli superkar idi. 0-dan 100-ə cəmi 3,7 saniyəyə qalxırdı. Dünyaya sübut elədi ki, elektrikli maşınlar zəif deyil. Tesla model xətti necə genişləndi. Sonra gəldi Model S, premium elektrikli sedan. 2015-də isə Model X. Amma bombanı 2017-də partlatdılar. Model 3 ucuz, sürətli və ağıllı və tarixdə ən çox satılan elektrikli avtomobil oldu. Ardınca isə Model Y gəldi və dünya üzrə ilk 3-cü yeri aldı. Tesla'nı fərqli edən nədir? Tesla'nın gücü yalnız maşında deyil, ekosistemdədir. Avtopilot və full self-driving. Dünyanın ən böyük sürətli şarj şəbəkəsi Supercharger. Tesla'nın öz proqram təminatı over the air, yəni hava ilə yeniləmə və ən əsası batareya texnologiyası. Bəs Tesla niyə bu qədər populyardır? Çünki Tesla elektrik maşını trend etdi. Digər brendlər hələ də plan quranda Tesla artıq minlərlə maşın satırdı. Tesla'nı bir sözlə desəm avtomobil deyil, texnologiyadır. Tesla'nın gələcəyi. Gələcəkdə nələr var? Cybertruck, robotaksi, Optimus robotu. Yəni Tesla yalnız maşın şirkəti deyil, gələcəyin texnologiya fabrikidir. Kimdir bu Tesla? Sıfırdan başlayan amma elektrik dövrünün liderinə çevrilən bir marka. Bu videoya like edin, kanala abunə olun və hansı brendi növbəti analiz edim, rəyə yazın. Görüşərik.